Salam dəyərli izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu videoda siz üçün Respublika Fənn müsabiqəsinin yarı final mərhələsinə düşən suallarının izahını verəcəm. Birinci sualda verilib ki, aşağıdakı sxem alqoritmin hansı növünə aiddir? Burada əgər şərt bloku yoxdursa, deməli nə dövrü deyil, nə budaq qanad. Yəni xətti gedir. Hər addımı bircə dəfə yerinə yetirir. Ona görə də xətti olur, elə A variantı. Mətnlərlə işləmək üçün hansı proqram daha əlverişlidir? Paint şəkil çəkmək üçündür, Upload proqramlaşdırma dilidir, PowerPoint slaydlar, təqdimat hazırlayır, amma WordPad mətnlərlə işləmək üçün proqramdır. Verilmiş bayraq əlifbasından istifadə etməklə kodlaşdırılmış sözü oxuyun. Kodlaşdırılmış söz budur. Hər hərfə uyğun olan şəkli sadəcə seçəcəyik və biraz da yaxınlaşdırım, belə baxaq. Bax, birinci bu şəkil, əslində variantla getmək daha yaxşıdır. Variantlarda da 4 dənə söz verilib. Hər bir sözdə, məsəl üçün, birinci bu şəkli, baxım görüm B hərfinə uyğun gəlirmi? B hərfinə baxsaq, birinci şəkillə uyğunluq yoxdur. Ona görə, deməli, bu söz ola bilməz. Bunu çıxdım. M hərfinə baxsaq, M hərfindəki şəkil budur. Bunu ilə bu şəkil də üst-üstə düşmür. Deməli, ya salam, ya saman olacaq. Birinci hərf mütləq S-dır. Bax, yoxlayaq. S-la, S-da olan şəkillə düz gəlir. Deməli, bu gəlir. İkinci hərfdə A-dır. Heç bunu yoxlamıram. Üçüncü hərfi tapsam, deməli, cavab tapılacaq. Üçüncü şəkildə budur burada. Deməli, ya L-dır, ya M-dır. L-ya baxsam, budur. M-ya baxsam, budur. Üçüncü şəklə də uyğun gələn, yuxarıdadır da həmin bu hissə, daha yuxarıdadır. Bu daha düz gəlir. Çünki M-də isə aşağıdadır bu hissə. Deməli, üçüncü hərf L olacaq. Bu ilə bu eyni idi də. Bu A-dırsa, bu da A-dır. Bu şəkildə onda M-ya qalır. Buna tutuşturaq. M hərfində həmin qol aşağıdadır. Deməli, bu da M olacaq. Elə B bəndi. Sonra növbəti mətn redaktorunda kursordan soldakı simvolu silmək üçün backspace-dən istifadə olunur. Delete sağa silir, backspace sola silir. Hər bir hərfin yaddaşda 1 bayt yer tutduğunu nəzərə alsaq, nümunə sözünün informasiya həcmi nə qədərdir? Bir simvol, bir hərf deyək də, yəni bir hərf yaddaşda 1 bayt yer tutursa, burada neçə hərf var? 1, 2, 3, 4, 5, 6. 6 hərf də onda uyğun olaraq 6 bayt yer tutacaq da. Amma 6 baytdan cavab yoxdur. Deməli, bitə çevirib. 6 baytı da 8-ə vurub bitə çevirsəm, 48 bit alacam. Deməli, D bəndi. Video filmin həcmi 4 GB-dır. Bir disk 700 MB informasiya tutur. Bu filmi köçürmək üçün neçə disk lazımdır? Əlimizdə 4 GB-lıq bir video film var. Yəni deyir ki, bunu neçə dənə 700 MB-lıq diskə yazmaq olar? Bir dənə diskin həcmi 700 MB-dır. Bu 4 GB-ı neçə dənə, yəni 700 MB-lıq diskə parçalayacağam, onu tapmalıyam. İndi 4 GB onda megabayta çevirək, 1024-ə vurub megabayta çevirəcəyik. Bunu da böləcəyik 700 megabayta. Bu eləyəcək 4096 bölək 700. Bu da böləndə 5 tam nə qədərsə düşəcək də. Məsəl üçün, yuvarlaq 5.8 götürək. 5 dənə tam diskə yazdıq. 5 dənə tam doldu. Axı yerdə bu 4 GB-ın qalır, qalanını da məcburuq axı bir dənə diskə yazmağa. Tam da olmasa da yeni bir disk götürüb, yəni həmin faylın müəyyən hissəsində qalan diskə yazırıq. Ona görə 6 dənə belə disk lazım olur bizə. Hansı fikirlər doğru deyil? Fayllar qovluqlarda saxlanılır, bəli, doğrudur, amma qovluq faylda saxlanıla bilməz. Bu doğru deyil. Qovluğun içində qovluq saxlanıla bilməz, bu da səhvdir. Yəni saxlanıla bilər. Elə 2-3 səhv fikirlərdir. Sonra verilib ki, pişik şəkildəki kimi ağaca hər gün 5 metr qalxır, 3 metr düşür. Deyir, pişiyin yerdən 30 metrlik deyir bu ağacın başına çatması üçün ən azı neçə gün lazımdır? 5 metr qalxır, 3 metr düşürsə, bir gündə 2 metr qalxmış olur. Amma belə götürsək ki, məsəl üçün, 12-ni mən 2-yə vursam, ən azı götürürəm də 12-ni. Mən 2-yə vursam 24 alıram. Bu çatmır 30-a. Sonra 13-ü götürürəm.
13-ü 2-yə vursam 26 metr alıram. Yəni 26 metr qalxıb. Şuraya 14-cü gün birinci 5 metr qalxır axı, sonra 3 metr düşür də. 26 metrin üstünə 5 metr gəlsək 31 metr olur. Deməli çıxır da ağacın başına 14-cü gün. Yəni 13 gündə 26 metr qalxır. 14-cü gündə birinci 5 metr qalxır axı. 5 metr qalxanda onda gedir, yəni ağacın başına çata bilir. Deməli ağacın başına çatması üçün 14 gün lazımdır. Aşağıdakı komandaların icrasından sonra icraçının çəkdiyi parçanın uzunluğu neçə addım olacaq? Deməli, irəli 50 addım gedib. Bəzən irəli 10 addım da gedib. Onda getdiyi bu parçanın uzunluğu 60 metrdir. 60 deyək, yəni 60-dır. Buradadır da baxa. Sonra 40 addım geri gedir. Olsun 40 bura ya da bura olsun. Bu qədəri 40-dır məsəl üçün. 40 geri gedib. Hələ də çəkdiyi parçanın uzunluğu 60-dır. Sonra geri 60 gedəndə, bu ümumi bu 60 idi də, irəli 60 addım getmişdi. Geri 40 gedəndə burada 20 addım qalıb. Bu geri 60 gedəndə də 20 geri gedir, təzədən bir dənə də 40 geri gedir ki, ümumi 60 addım geri gedə bilsin. Deməli burada bura 60 idi, 40 da belə gəldi, 100 addım ümumilikdə parça çəkdi, 100 addımlıq. Təzədən buradadır da, 105 addım da irəli gedir. 105-də gedəndə, bu özü 100 idi axı, bir 5 də yuxarı getsə, ümumilikdə 100 üstə gəl 5, elə 105 addımlıq bir parça alınır. Aşağıdakı proqramın icrasından sonra bağa qrafika bölümündə hansı fiquru çəkəcək? İrəli 60 gedir əvvəlcə. Bağa durduğu nöqtədən irəli 60 gedir. Buradadır indi. Sonra geri 30 gedir. Geri 30 gedəndə təxmini bu parçanın yarısına düşür də, burada dayanır. Sonra sağa 90 dönür. Bağa təbii ki, üzü yuxarı istiqamətdədir də. Sağa 90 olanda 90 dərəcə sağa belə dönür. Sonra irəlidə 60 gedir. Və belə bir şəkil alınır. Elə A variantına uyğundur. Rəng kodlarını nəzərə almaqla aşağıdakı proqramın icrasından sonra bağa qrafika bölümündə hansı fiquru çəkəcək? Deməli, bu PDF-də yaxşı görünmür. PDF-i özüm düzəltmişəm. Bu qara rəngdir əslində, şəkildə görünür. Yəni, bu yaşıl rəngdir, bu da qırmızı rəngdir. Deməli, bunlar ikilik kodlarıdır. Bunları onluğa çevirsəm, ikilikdən. İkilikdən onluğa çevirsəm, rahat üsulla 2-nin qüvvətlərini yazıram sıfırların üstünə. Hamısı sıfır olduğu üçün elə sıfırı verir. 0, 1, 0-ı ikilikdən onluğa çevirsəm, 2-nin qüvvətlərini yazıb birlərin üstünü toplasam, bu 2-ni verir. 100-ü də çevirsəm, ikilikdən onluğa 4 alıram. Birlərin üstünü toplayanda. Bu 4-dür, bu 2-dir, bu da 0-dır. İndi rəngin kodlarını onluqda tapdıq. Bundan sonra verilib ki, qələmin rəngi 0. 0 hansı rəng idi? Yəni, hansı rəngin kodunu 0 aldıq? Burada baxaq. Qara rəng. Lap yazım buradan elə. Qara rəng 0 oldu. Yaşıl rəng 2 oldu. Qırmızı rəng də 4 oldu. Qələmin rəngini 0 götürübsə, deməli qara rəngdə çəkəcək. Bax, qara rəngi götürdü bağa. İrəli 50 addım getdi belə. 50 addım irəli gedib. Sonra sağa 90 dönüb. Sağa dönəndə belə dayanacaq onda 90 dərəcə. Sonra qələmin eni 5, yəni qələmin enini biraz artırır. Əslində belə çəksəm daha doğru olardı. Hələ nazik xətt çəkib, qələmin eni azdır. İrəli 50 addım gedib sağa dönüb 90 dərəcə. İndi qələmin enini artırır və rəngini də 2 götürüb. 2 yaşıl rəngdir axı. İndi yaşıl rəngi götürür. Daha biraz qalın formada da, qələmin eni 5-dir deyib, daha qalın formada irəli 50 addım gedir. Bax, belə bir şəkil olmalıdır. Bu da B variantına düşür. Bu yaxşı görünmür, yenə deyirəm. Yəni, şəkildə yaşıl rəngdir. Sonra alqoritmi təqdim etmək üçün qrafik yazılış formasının ən çox istifadə olunan növü blok sxemdir. Yəni, qrafik şəkil formasında təqdim etməkdir də. Təbii ki, alqoritmi blok sxemlə daha əyani formada təsvir edə bilirik. 3 dəmir puldan biri saxtadır və onun çəkisi yüngüldür. Saxta olanın çəkisi. Çəki daşları olmayan iki gözlü tərəzidə
Minimum neçə dəfə çəkməklə saxta pulu müəyyənləşdirmək olar? 3 dənə belə pul var. Saxtadırsa əgər, bu biri ikisi həqiqidir. Yəni saxta olan da deyir ki, çəkisi yüngüldür. Deməli bu birlər ağırdır da, yəni yüngül olandan, saxta olandan ağır olacaqlar. Əslində bir dəfə elə daşları çəkmək bəs eləyir də. Tutaq ki, 2 dənə saxta olmayan daşı qoydum da, 2 dənə həqiqi daşı qoydum. Əgər ikisi də həqiqidirsə, onda ikisinin də kütləsi bir-birinə bərabərdir axı. Biləcəm ki, onda ikisi həqiqidirsə, onda yerdə qalan saxta puldur da. Yox, əgər bunu ilə bunu götürsəm, yəni yüngül olanla, saxta olanla, tutaq ki, həqiqi olanı götürsəm. Saxta olan yuxarı çıxacaq, yüngüldür deyə. Ağır olan da, yəni həqiqi olan da ağırdır deyə aşağı düşəcək. Biləcəm ki, yuxarıda olan yüngüldür, aşağıda olan həqiqidir. Yəni bircə dəfə əslində çəkməklə daşları mən biləcəm ki, yəni hansı saxtadır, hansı həqiqi. Yenə deyirəm, ikisi də həqiqi daşdırsa əgər, yəni saxta deyilsə, ikisi də eyni qalacaq tərəzidə. Biləcəm ki, o yerdə qalanda götürmədiyim daş saxtadır. Yox, əgər birini saxta, birini həqiqi götürsəm, onda da yuxarıda qalan yüngül olan saxta olacaq da. Yəni bircə dəfə ilə çəkməklə tapa biləcəm. Deyir, bu sxem alqoritmin hansı növünə aiddir? Təbii ki, budaqanandır. Şərt verib ki, yaşıl işıq yanırmı? Yəni şərtdən asılı olaraq ya hə qolu yerinə yetirilir, ya da yox qolu. Bu da qalan alqoritm olur. Aşağıdakı alqoritm icrasından sonra n-in qiyməti neçə olacaq? Bu dövrə alqoritmdir. N-in qiyməti 1-dir. 1 kiçikdirmi ondan? Bəli. Hər qoluna gəlir, n-i 3 vahid artırır. 1-in üstünə 3 gəlib 4 alır. Sonra n-dən 1 çıxır, 4-dən 1 çıxır, 3 alır və geri qayıdır əvvələ. İkinci dəfə yenə yoxlayır. Yəni şərti n3-də axı. 3 kiçikdirmi ondan? Hə. 3-ün üstünə 3 gəlib 6 alır, təzədən 6-dan 1 çıxıb 5 alır və geri qayıdır yenə əvvələ. N-in dəyişmiş qiyməti 5-dir. 5 kiçikdirmi ondan? Bəli. N-in üstünə 3 gəlir. 5-in üstünə 3 gəlir 8. 8-dən təzədən 1 çıxıb 7 alır. Bir də geri qayıdır əvvələ. 7 kiçikdirmi ondan? Bəli. 7-in üstünə 3 gəlir 10 alır, amma ondan 1 çıxır 9 alır. Bir də geri qayıdır əvvələ. 9 kiçikdirmi ondan? Bəli, şərt ödənir. N-in üstünə 3 gəlir. 9-un üstünə 3 gəlib 12 alır. 12-dən 1 çıxıb 11 alır. 8-ci dəfə dövr eləyəndə 11 kiçikdirmi ondan? Yox cavabı alır və dövrdən çıxır. N-in axırıncı qiyməti 11 olur. Aşağıdakı alqoritm icrasından sonra B-nin son qiymətini tap. C bərabərdir C üstəgəl. Yəni 5 üstəgəl 3 çıxaq 4. Bu da 8 çıx 4 elə 4-ü verir. B bərabərdir B üstəgəl A-ya. B 3-dür, A da 4-dür. Toplayanda alırıq 7. A bərabərdir A üstəgəl C. Yəni 4 üstəgəl. C-nin qiyməti dəyişib 4 olub deyə dəyişmiş qiyməti götürürük. Çıxaq B. B-nin də dəyişmiş qiyməti 7-dir deyə 7-ni götürürəm. 8-dən də 7-ni çıxanda 1 alıram. Və bizə əslində B-nin son qiymətini soruşur. B 7 olur. Yəni A-nı boşa tapmış oldum. B-nin son qiyməti 7-dir elə. Sonra Raul mağazada vitrində 11 növ meyvə görür və onu belə bir sual düşündürür ki, görəsən bu 11 növ meyvəni ikilik say sistemində kodlaşdırmaq üçün minimum neçə bit lazımdır? Yəni 11 növ meyvə varsa, ümumi sanki əlifbada 11 simvol var kimi. Biz bilirik ki, n bitlə maksimum 2n sayda simvol kodlaşdıra bilərik. Və əlimizdə əgər 11 simvol və yaxud 11 meyvə deyək varsa, bir meyvəni kodlaşdırmaq üçün tələb olunan bit sayını 2 kimi göstərməklə tapırıq. 11 də 2-nin tam qüvvəti olmadığına görə 2-nin qüvvətləri arasında yerləşdiririk və özünə yaxın ən böyük 2-nin qüvvətini seçirik, yəni 4 biti. Çünki 3 bitlə 2 üstü 3 sayda 8 dənə meyvə götürə bilər. Amma 4 bitlə 2 üstü 4 16 sayda götürəcək. Onun içərisində 11 dənəsi yəni daxil olacaq da 11 dənəsi kodlaşdırılacaq. Deməli bir meyvəni kodlaşdırmaq üçün 4 bit tələb olunur. 4 vuraq 4 ölçülü Sudoku cədvəlindəki xanalarda yalnız 1, 2, 3, 4 rəqəmlərindən biri yazıla bilər. Heç bir deyir sətir və sütunda da rəqəmlər təkrarlana bilməz. Nə sətirdə, nə də sütunda. Və həmçinin 4 ədəd 2 vur 2 ölçülü kvadratlarda da 2 vuraq 2 ölçülü bu kvadratlarda da deyir təkrar olmamalıdır.
Belə də olmamalı. Nə sütun üzrə, nə də sətir üzrə təkrar olmamalıdır. Həmçinin bu 2/2 ölçülü kvadratlarda da. Deyir, sudoku cədvəlini tamamlamaqla sual işarəsinin yerinə yazılacaq rəqəmlərin cəmi neçə olar? Baxaq. Deməli, burada 4, 1 yazıbsa, bura 1 yaza bilmərəm, ya da 4 yaza bilmərəm. Ya 3 yazacam, ya 2 yazacam. 3 yazsam, sətirdə təkrar olaraq yaza bilmərəm. Ona görə bura 2 yazmalıyam. Ki 2 yazanda sətir üzrə də təkrar olmur, sütun üzrə də təkrar olmur. Əgər 2, 4, 1-dirsə, onda burada 3 qalır da. Çünki sütun üzrə təkrar olmamalıdır axı. Sonra belə baxıram ki, 2, 3, 4-dürsə, sətir üzrə də təkrar olmaz. Ona görə bura 1 qalır. Daha sonra 1, 2, 3-dürsə, bura 4 olmalıdır ki, sütun üzrə təkrar olmasın. Daha sonra 1, 3, 2-dirsə, bu kvadratda da təkrar ola bilməz axı. Bura 4 düşür. 1, 4-dürsə, bura 3 olanda bura 2 düşür. 1, 2, onda bura 3 olmalıdır ki, sütun üzrə 4 alınsın. Onda burada 2, 3, 4-dürsə, burada 1 düşür. Nə sütun üzrə təkrar yoxdur, nə sətir üzrə, nə sütun üzrə, nə də dördlü kvadratlarda təkrar alınmır. Bizə deyir, sual işarəsinin yerinə yazılacaq qiymətlərin cəmini tap. 4, bir sual, budur. Sonra o biri sual işarəsinin yerində 3-dür, sonra 1-dir, bir də yenə 3-dür. 4, 6, 10, o da 1, 11 eləyir. 18 C variantı. Aşağıdakı proqramın icrasından sonra bağa qrafika bölümündə hansı fiquru çəkəcək? Təkrarla 2 verilib. Deməli, bu kvadrat mötərizənin içərisində yazılanı 2 dəfə təkrar eləyəcək. İrəli 100. İrəli 100 addım gedir. Sonra sola 45 dönür. Deməli, 45 dərəcə belə sola dönür təxminən belə çəkək. Sonra irəli 100 gedir. İrəli 100 gedir. Sonra deməli irəli 100 getdik, eləmi? Sola 45 döndük, irəli 100 getdik. Hə, təzədən sola dönür 90 dərəcə, belə dönür, dayanır. Bu geri qayıdır, bir dəfə yerinə yetirdi, təkrar bir də yerinə yetirir. İrəli 100 gedir onda. Belədir də. Sola 45 dönəndə belə dönəcək. Sola 45, irəli 100, sola 90. Belə dayanıbsa sola 90 döndü. Sonra irəli 142. İrəli 142 də belə gedir. Elə A variantı alınır. Əlifbanın onluq say sistemindəki sıra nömrələrini nəzərə alaraq, Sara sözünün ikilik say sistemindəki kodlaşdırılmasında toplam neçə dənə bit, birə bərabər olacaq. Deməli, bunlar onluq kodlarıdır. Verib ki, əlifbanın onluq say sistemindəki sıra nömrələridir. Yəni, S hərfinə onluq ədəd olaraq 19 düşür. A hərfinə 1 düşür. R-ya 18 düşür. A-ya yenə 1 düşür. Bunlar onluq kodlardır. Deyir, ikilik say sisteminə çevirsək, həmin ədəddə neçə dənə 1 olar da. Onda 19-u çevirsəm ikiliyə. 2-nin qüvvətlərini yazırıq. Hansıların cəmi 19-u verir? 16, 2, 1. Həmin ədədlərin üstünə 1 yazıram, qalanlarını 0. 1, 0, 0, 1, 1 alınır. 1 elə onluqda da 1-dir, ikilikdə də 1-dir. 18-i çevirsəm, 2-nin qüvvətlərini yenə yazıram. Hansıların cəmi 18-i verir? 16 ilə 2-nin. 16 ilə 2-yə 1 yazıram, qalanlarına 0. 1, 0, 0, 1, 0 alınır. 1 də elə yenə də 1-dir. Neçə dənə deyir? 1 rəqəmi alınır. 1, 2, 3, 4, 5, 6, 7 dənə 1 rəqəmi alınacaq. Əvvəlki 20-ci sualda, bu sualı nəzərdə tutub, əlifbanın onluq sıra nömrələrindən istifadə etməklə hər bir hərf ikilik say sistemində 8 bit kimi götürülərsə, onda Sara sözünün ikilik say sistemində neçə dənə 0 rəqəmi olacaq? Biz tapdıq ki,
S-ya 19, A-ya 1, R-ya 18, A-ya da 1 düşür. Əslində 19-u ikiliyə çevirəndə bu ədədi alıram. 1, 0, 0, 1, 1. Neçə dənə bit var burada? 1, 2, 3, 4, 5 dənə bit var. Bizə deyir ki, bir hərf 8 bitlə kodlaşdırılmalıdır. Ədədin əvvəlinə 0 atsam, onsuz da ədəd dəyişilmir. Sadəcə sırf 8-ə tamamlamaq üçün əvvəlinə 0 artırıram da. Çünki hər bir hərf 8 bit kimi göstərilməlidir. 5 dənə var idi. 3 dənə də 0 artırıram ki, 8 bit kimi göstərim. Əslində 1 də, yəni onluqda da 1-dir, ikilikdə də 1-dir. Amma yenə də bunu 8 bitlə göstərmək üçün əvvəlinə 7 dənə 0 artıracam. 1, 2, 3, 4, 5, 6, 7, 0. 18-i də çevirəndə biz ikilikdə 1, 0, 0, 1, 0 almışdıq. 1, 2, 3, 4, 5 dənə ədəd var. Yenə 8-ə tamamlamaq üçün 3 dənə 0 artıram. Bu da eynidir də, yəni ikisi də A olduğuna görə burada da eyni şeyi alacam. Deməli, deyir ki, neçə dənə 0 olacaq bu ədəddə? 1, 2, 3, 4, 5 0 burada var. 1, 2, 3, 4, 5, 6 dənə burada var. 7 0 buradaydı. Burada da 7 0 olacaqdı. Eyni ədəddir çünki. 7, 7 də 14 eləyəcək. Bu da bizə 25-i verəcək. 25 dənə 0. 22 Kuboro taxta labirintində bir top bir neçə tuneldən keçərək hədəfinə çatmalıdır. Aşağıdakı qaydaları nəzərə alaraq topun hədəfinə çatması üçün keçməli olduğu tunellər hansı və ya hansılar olmalıdır? Deyir, top birinci tunelin girişindən ya da ikinci tunelin girişindən hərəkətə başlamalıdır. Mütləq ya birdən ya ikidən başlamalıdır, yəni. Top yalnız 2 tuneldən keçərək hədəfinə çata bilər. Mütləq ki, 2 dənə tuneldən keçməlidir, yəni. Top hər hansı tuneldən yalnız bircə dəfə keçə bilər. Əgər top ikinci tuneldən başlasa hərəkətə, üçüncü tunelə keçməlidir. Əgər top birinci tuneldən keçərsə, sonra mütləq dördüncü tunelə keçməlidir. Deyir, top da hədəfə çatmaq üçün dördüncü tuneldən keçməlidir. Elə buradan görünürdü, onda birinci ilə dördüncü tuneldən keçər. Çünki 2-dən əgər 3-ə keçirsə, hədəfə çatmaq üçün bizə deyir ki, hədəfə çatmaq üçün hara getdi bu? Əgər top ikinci tunelə girərsə, deyir, top hədəfə çatmaq üçün dördüncü tuneldən keçməlidir. Əgər 2-dən 3-ə keçibsə, 3-dən də 4-ə keçməlidir axı hədəfə çatmaq üçün. O da düz gəlmir. Çünki deyir, top yalnız 2 tuneldən keçərək hədəfə çatmalıdır. Elə birinci tunelə girsə, birdən birbaşa deyir, 4-ə keçə bilir də, 4-ə də keçsə hədəfə çatır. Birinci və dördüncü tuneldə. Murad xəzinənin kvadratlar şəbəkəsində harada bastırıldığını öyrənmək üçün oyun oynayır. Murad S ilə işarələnmiş başlanğıc xanadan başlayır. Buradadır şəkil. S ilə işarələnmiş başlanğıc xanadan başlayır və üfüqi və şaqılı olaraq qonşu xanalara addım atır. Hər addımdan sonra Murad xəzinəyə yaxınlaşdığını və ya uzaqlaşdığını bildirən bir siqnal alır. C işarəsi yaxınlaşdığını, F isə uzaqlaşdığını bildirir. Nəzərə alın ki, xəzinəyə olan məsafə ora çatmaq üçün minimum addım sayına bərabərdir. Murad aşağıdakı şəbəkədə S işarəli xanadan hərəkətə başlayır. Və burada onun yolu oxlarla deyir göstərilir və əldə edilən siqnallar da bildirilir. Xəzinə nömrələnmiş xanalardan hansının altında bastırılır? Deməli, C yaxınlaşmanı bildirir, F də xəzinədən uzaqlaşdığını bildirir. Əgər aşağı düşəndə, yəni bir sətr aşağı düşəndə C yazılıb da, bu C yaxınlaşdığını göstərir. Deməli, 1, 2, 3 olmayacaq da onda. Çünki 1, 2, 3-dən uzaqlaşdı artıq. Aşağı düşdüsə, növbəti sətrə C yazılıbsa, deməli, nəyə yaxındır? 4-dən 5-ə yaxındır. Ya 4, ya 5 ola bilər. İndi aşağı düşəndə F yazıb. Çünki 4-dən 5-dən uzaqlaşır axı. Yəni, xəzinədən uzaqlaşdığını göstərib. Və sonra bu tərəfə gələndə C yazıb, yaxınlaşdığını göstərib. Amma yenə aşağı düşəndə F yazıb. Bu tərəfə gəlib yaxınlaşıb, bu tərəfə gəlib yaxınlaşıb. Bu biri tərəfə gedəndə uzaqlaşdığını göstərir. Deməli, 4 olmayacaq da. Xəzinədən uzaqlaşıb, 4-ə gedibsə, xəzinədən uzaqlaşıb. Onda bir dənə yerdə 5 qalır da. Aşağıdakı ifadələri nəzərə alaraq sual işarəsinin yerinə yazılmalı olan ədədi tap. Deməli, 3 dənə
hansı ədədin cəmi 30-u verər? 10-u. Deməli, burada atın yerində 10 dayanacaq. Yəni, bunu 10 ilə ifadə edirəm. Onun üstünə də 8 gələndə 18 alıram axı. Onda bunlar da 4 olub ki, 18-i verir. Bu 4-dür. 4-dən nə çıxsam 2 alıram. Elə 2. Bax, burada biraz məntiq var. Bax, 2 dənə ayaqqabının qiyməti 2-dir də. Burada bir dənə ayaqqabı verib. 2 ayaqqabı 2-dirsə, bir ayaqqabı 1 olacaq. Üstəgəl, atın yerində dayanıb 10 vurulsun. 2 dənə nalın qiyməti 4-dür. Onda bir dənə nalın qiyməti 2 olacaq. Bu da 21-i verir. Aşağıdakı alqoritm icrasından sonra bağa qrafika bölümündə hansı ədədi yazacaq? Deməli, A-nı 4 verib, B-ni də 2 verib. C-ni hesablayaq. C də bərabər A vuraq A. 4-ü 4-ə vuranda alıram 16. B vuraq B. 2 vur 2 də 4-ü verir. Bunu bölür A çıx B-yə. 4-dən də 2 çıxanda elə 2 qalır. Deməli, 20-ni də 2-yə böləndə C-ni 10 alır. Sonra D-ni hesablayır. Hələ ki bir D-ni saxlayım. Çünki burada şərt verib. Deyir, əgər A B-dən böyüdürsə, yaz C, əks halda yaz D. A-nın qiyməti 4-dür, B-nin qiyməti də 2-dir. 4 böyüdümü 2-dən? Hə. Onda şərt ödənibsə elə C-nin qiymətini yazacaq da, elə onu. Əgər bu şərt ödənməsəydi, hə, D-ni hesablayardım. Amma heç ehtiyac qalmır. Şərt ödəndiyinə görə 10 yazacaq.